Məmmədov Bəxtiyar Abbasoğlu 1-ci qrup 50'ləm. Hardasa bir 2 ilə yaxındır ki, Dadaşbəyli kəndinə köçmüşük. Daha əvvəl Şirvanşəhər Kürmos qəsəbəsində yaşayırdıq. Yəni biz bura problemimiz odur ki, problemimiz təhsil haqqındadır. Yəni bizim bu Dadaşbəylinin daha doğrusu təhsili haqqındadır bizim problemimiz. Belə deyim ki, mən 1-ci qrup 50'ləmdə, yəni normal olaraq mən işləmə, yəni qüvvəm olmadığı üçün uşaqlarımı məktəb pulsunu yetişdirə bilmirdim. Bizim uşaqlar hamısı 13 nömrəli məktəbdə oxuyublar. Yəni biz Şirvan şəhərində yaşadığımız üçün orada oxuyublar. Hamısından da razıyam. Yəni 13 nömrəli məktəbdən yerdən göyə qədər razıyam. Rəhbərliyindən də, təhsilindən də. Uşaqlarım ondan sonra kollecə keçiblər. Orada da çox gözəl ballar qazanıblar. Yəni hər şey orada normal idi. Bu sentyabr ayından biz qərar verdik ki, 8-ci sinif şagirdi oğlum Məmmədli Amini bu Dadaşbəyli kəndinin məktəbinə qoyaq. Çünki 7-ci sinif şagirdim bura qoyaq. Çünki mən fikirləşdim ki, bizim yol pulu falan yetişdirə bilmirik də. Yəni yol pulunu falan yetişdirə bilmədiyimizə görə bu daha heç olmasa yol pulundan azad olar. Həm də gözümüzün qabağıdır, buradan bura yaxındır. Biliyorsan, olur da yemək sabah yeyə bilmir. Günorta gedib oğuzuna bir şey sıxışdırırdım ki, ac qalmasın. Uşağa olan problemlər odur ki, bu 2 ay ərzində ümumiyyətlə uşaq ancaq problem yaşayır. Demək olar ki, 2 gündən bir, ən azı 2 gündən bir uşaq döyülür, ya söyülür, gəlir. Və nə oldu? Nə bilim, uşağın biri dedi ki, belədir, qazoz ördəyiz keçib evimizin qabağından falan. Yəni, belə şeylər olurdu, amma mən direktoru elə şeylərdən ötürü narahat eləmirdim. Hətta direktora demişdim ki, öz balınız kimi baxın da, öz uşağınıza necə, mənim də uşağım elə. Neyse bu aralar gedirdim məktəbə, amma direktoru heç vaxt narahat eləməmişəm. Direktor hardasa 3 gün bundan qabaq yoldaşıma demişdim ki, mən gedə bilmirəm də, sən gedib uşağı məktəbdən götür, orada döyməsinlər. Çünki məktəbdən çıxan kimi məktəbin qabağında uşağı döyürdülər. Yoldaşım gedib uşağı götürmür, hətta 3 gündür belə nəzarət edirdi, çünki 3 gündür uşağı arxa-arxaya döyürdülər. Uşağı gedib məktəbdən götürmək, direktor deyib ki, bu sizin uşağınız hardan gəlib, bu hansı pozğunxanadan gəlib. Mən belə uşaq deyir, görməmişəm. Öz yanında müəllimlər, nə bilim, texniki işçilər, psixoloq bir müəllimə var, o da yanında, o da gülümsəyirmiş ki, güya ki, nəsə bir fərah edici bir söz deyir. Direktorun adı nədir? Mehman Əkbərovdur adı. Deyib ki, bu hansı pozğunxanadan gəlib. Yoldaşım da onun cavabını verib ki, müəllim, belə burada müəllimlər var, şagirdlər var. Yəni onların içində bu söz demək düzgün bir şey deyil də. Sən o deməklə bu uşaq burada hansı da töhmət qoyula bilər ki uşağa. Deyib ki, yox, mən onun savaşdığı uşağı tanıyıram, onun onların ailəsi normal ailədəndir. Yəni bu uşaq sonra o yanındakı texniki işçi mi bilmirəm, psixoloq mu